təzə başlayan idmançılar yandan zərbələri bu vəziyyətdə atırlar. Yəni, bu təbii ki də yanlışdır. Çoxsu buradan aşağıdan gətirir, çoxsu belə necə gəldi atır, çoxsu belə bu vəziyyətdə vurur. Yox. Yandan zərbəni ev şəraitində və yaxud da zalın divarlarında necə düzəldə bilərik? Baxın, durursunuz divarın qarşısında bu vəziyyətdə, əllər çənədə, bədənimiz hündür, ağırlığımız bir balaca arxa ayağın üzərində. Və buradan yandan zərbəni vurmağa çalışırıq. Bədəni də təbii ki, döndəririk. Bu vəziyyətdə. Hər iki əllə bunu işləyə bilərsiniz. Yenə eyni qaydada bu vəziyyətdə. Bu bizə nəyi köməkli göstərir? Bu divar bizim əlimizin yan hissələrə aparmağına icazə vermir. Yəni, bizə köməkli göstərir ki, biz bakavoyu bu şəkildə vura bilək. Təbii ki də yandan zərbələri vurarkən çənəmizi keçməməlidir. Zərbəni fiksasiya eləmək lazımdır. Yəni, mənim çənəm bu hissədədirsə və mən zərbəni burada saxlamalıyam. Əlim getməməlidir belə. Əlim belə gedərsə, çənəm açılmış olur, avtomatik. Bu vəziyyətdə vurursan, çənən açıqdır, rəqib ora zərbə vura bilər.